Cisim 9 metr hündürlükdən sərbəst düşür. Yer səthindən hansı hündürlükdə cismin kinetik enerjisi onun potensial enerjisindən 2 dəfə çox olar? Deməli, cismin kinetik enerjisi potensial enerjisindən 2 dəfə çox olar. Deməli, Y kinetik bərabər olacaq 2Y potensialı. Tam enerjinin saxlanma qanununa görə Y tam bərabər olur Y kinetik plus Y potensiala. Məndən hündürlük istədiyinə görə kinetik enerjinin ifadəsində 2Y potensialı nəzərə alsaq, 2Y potensial plus Y potensial olacaq 3Y potensial. Deməli, tam enerji bərabər olur 3Y potensial. Tam enerjiyə mg böyük h yazsa ifadəsinə, 3Y potensial da mg kiçik h yazdığımızda mg'lər ixtisar olunur. Alınır h bərabər olur 3h-a. Deməli, burada cisim 9 metr hündürlükdən sərbəst düşür. Deməli, 9 metr maksimal hündürlükdür, başlanğıc hündürlük. Onda kiçik h bərabər olacaq, böyük h bölünsün 3. 9 bölünsün 3, 3 metr. Cavab D.